Salam, hər vaxtınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Educro Center və Aurum Progresso Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz ingilis dilini öyrənmənin effektiv strategiyalarıdır. Təlimçimiz ingilis dili üzrə mentor Fidan Musayevadır. Təlimimiz rekord olunur və təlimdən sonra qrupumuzda görüşüləcək. Və təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızı təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Və bunun üçün əlaqə nömrəsinə yazmağınız kifayətdir. Bundan əlavə sizdən xahişim budur ki, səsləri bağlı saxlayın və təlimin gedişatını bölməyin. Əlbəttə ki, suallarınız yaranarsa, suallarınızı verməkdən çəkinməyin. İnteraktiv təlim olması hər kəs üçün daha arzu olunandır. Hər birinizə xoş öyrənmələr. Necəsiz Fidan xanım? Yaxşıyam, sağ olun. Söz sizdədir. Salam, hər vaxtınız xeyir. Əla. Mən Fidan Musayeva. 5 ildir ki, artıq ingilis dili tədrisi üzrə məşğulam. Bakı Dövlət Universitetini bitirmişəm. Tərcüməçilik ixtisasını bitirmişəm. İlk öncə slaydla başlamaq istəyərdim. Slaydı təqdim etdim. Bugünkü mövzumuz ingilis dilini öyrənməyin effektiv strategiyalarıdır. Stephen Krashen ilə başlamaq istəyirəm. Mən Stephen Krashen nəzəriyyəsi ilə. O hardasa buradadır. Bəli, Stephen Krashen'da gördüyünüz. Bu şəxs Amerikalı dilçi və professordur. Dil öyrənmə sahəsində məşhurdur. Xüsusilə ingilis dilinin öyrədilməsi ilə bağlı nəzəriyyəsi ilə tanınır. Stephen Krashen deyir ki, dil öyrənmək üçün ən vacib şey başa düşülən inputdur. Comprehensible inputdur. Yəni, sən başa düşdüyün, amma biraz çətin olan bir nəyisə podkastımı deyim, mətnin oxunuşunu deyim, bunları materialı dinləməlisən və oxumalısan. Özündən hansı leveldəsənsə bir level daha çətin olanını dinləməlisən yaxud da oxumalısan. Krashen bəs nəyi sübut edib? Bu Stephen Krashen'ın 5 nəzəriyyəsi var, hipotezi var. Dil öyrənmək onun üçün qrammatika əzbərləmək deyil. Qayda əzbərləmək səni fluent etmir. Müəyyən bir, amma bu metodla sən öyrənə bilərsən, mənimsəməyəcəksən. Dil təbii şəkildə öyrənilir, uşaqlar kimi. Onun nəzəriyyəsinə görə listening və reading əsasdır. Danışıq isə sonradan avtomatik olaraq gəlir. Məcburi danışıq onun üçün effektiv deyil. Zorla danışmaq düzgün deyil onun fikrincə. Stres isə dil öyrənməni bloklayır. Bu onun başqa məşhur ideyasıdır. Affective filter hypothesis. Utanırsansa, stresslisansa, qorxursansa, sən dili daha çətin öyrənəcəksən. Bir neçə maraqlı fakta demək istəyirəm. Silent period ideyası. Krashen deyir ki, başlanğıcda danışmamaq normaldır. Sadəcə dinlə və oxu. O kitab oxumağın gücünü çox vurğulayır. Free voluntary reading. Çox istədiyin kitabları oxumaq ən güclü metoddur. Amma öz marağın olan, öz istədiyin materialları, sənə maraqlı olanı oxumaq daha güclü metoddur. O, shadowing kimi metodlar onun ideyalarına uyğundur. Bu daha çox input verir ona görə, təbii öyrənmə yaradır. Belə. Mən slaydı göz gəzdirmək istəyirəm. Bəs oxumağı nədən və haradan başlamalı? Burada da slayda qeyd etmişəm ki, əgər oxumağı maraq dairində olan mövzuları seçməlisiniz oxuyarkən. Məsələn, biz nə edirik? İngilis müəllimələrin aramızdakı çoxu tutaq ki, travel, səyahət haqqında bir mövzu götürürük. Onu hamı oxuyur. 2, 3 nəfər uğurlu olur, digər 7 nəfər uğursuz olur. Səbəb nədir? Çünki onun maraq dairəsi o deyil. Biz tələbənin maraq dairəsində nəzərə almalıyıq. Nəyisə oxutdurarkənmi deyim, ona mövzu verərkənmi, kitabları seçərkənmi deyim. Dil öyrənərkən Breaking News English, gündəlik xəbərləri izləyə bilərik. Daha sonra ətrafımızı ingilis dili ilə əhatə etməliyik. Stephen Krashen'ın ideyası və oxumağın gücü.
oxuyaraq beyin avtomatik olaraq input götürür. Input dediyimiz ilk öncə input açıqlamaq istəyirəm. Input daha çox oxumaq və dinləmək üzərində qurulubdur. Output isə artıq onu icra edirsən. Speaking və writing üzərində. Yəni nə qədər input olsa, o qədər çox output olacaq. Bunlar bir-birinə bağlıdır yəni. İlk öncə input olmalıdır ki, sonra output baş versin. Dinləmə sizə real tələffüzü öyrədəcək. Stres intonasiya, cümlə intonasiyasını, sözləri və xüsusi baza kimi dinləmə tələffüzü necə deyim, inkişaf elətdirəcək. Bunun üçün shadowing taktikası var, shadowing metodu var. Onu tapmağa çalışıram. Bəli, shadowing texnik. Shadowing texnikası bu nədir? Shadowing texnikası İngilis dilində eşitdiyin mətni eyni anda, lakin çox kiçik gecikmə ilə təkrar etmək deməkdir. Məsələn, siz audioya qulaq asırsınız, eyni anda danışanı kölgə kimi izləyib təkrar edirsiniz. Buna görə onun adı shadowingdir, yəni kölgələmədir. Bu shadowing metodun məqsədi nədir? Tələffüzü düzəltmək, danışığın sürətini artırmaq, baxın bu çox əsaslıdır, danışığın sürətini artırmaq, dinləmə bacarığını inkişaf elətdirmək, cümlə quruluşlarını avtomatik yadda saxlamaq üçün məhz bu metoddan istifadə olunur. Shadowing bəs necə olunur? Uyğun materialı seçməlisiniz. Buna görə dialoq ola bilər. Nə tez oldu xeyr? Xeyr. Eşidirəm sizi. Tamam, uyğun material seçməlisiniz. Buna görə dialoqlar ola bilər, podkastlar ola bilər, filmlərdən qısa səhnələr ola bilər. İlk dəfə sadəcə dinləməlisiniz, audioya qulaq asmalı, amma təkrar eləməlisiniz. Amma tez-tez dayandırmayın, buna fikir verin. Tez-tez dayandırmayın məncə. Çünki bu necə deyim, hər tez-tez dayandırmaq səhv eləsə belə dayandırmamalısınız. Eyni anda təkrar eləməlisiniz. Ən vacib qayda budur ki, shadowing metodunda hər sözü başa düşməyə çalışmayın. Dayanıb tez-tez düzəltməyin, ritmə və intonasiyaya fokuslanın. Hər gün ən az 15 dəqiqə shadowing metodu eləsəz, bu sizin avtomatik dinləmə bacarığınızı, danışığı sürətləndirməyinizi çox inkişaf elətdirəcəkdir. Belə. Daha sonra. Bu nitqi inkişaf elətdirir, qeyd etdiyim kimi, ritmi inkişaf elətdirir, danışığının nitqini və aksenti daha təbii səsləndirməyə kömək edir, təbii səsləndirir. Immersion techniques. Immersion qərq olma deməkdir. Dilə qərq olmaq daha doğrusu burada nəzərdə tutulur. Özünüzü ingilis dili filmləri, musiqiləri, podkastları təbii məruz qoymalısınız. Təbii məruz qoymaq üçün bunu ətrafınızda mövzu seçməlisiniz və kontekst öyrənmə yanaşması, kontekstual öyrənmə yanaşması sizə vocabulary-ni, söz ehtiyatınızı, pronunciation, tələffüzü mənimsəməyə kömək edir. Qrammatikanı öyrənməyə orijinal olaraq, təbii olaraq daha doğrusu native speakerlər kimi öyrənməyə kömək edir. Burada onu deyir və inkişaf daha sürətli gedir. Söz ehtiyatınızı artırmaq üçün burada proqramlar var. Quizlet proqramı yazmışam və Atlet proqramından istifadə edə bilərsiniz. Orada kartlarda olur bunun üçün xüsusi. Bir tərəfində məsələn table yazılıbsa, digər tərəfində o sözün Azərbaycanca mənası ya da ki şəkli olur. Bunlar Quizlet həm proqramda, həm də ki onun satışı da var. Belə kartlarda, collocationlarda. Sonra nə edə bilərsiniz? Belə demək asan deyil, bunu edə bilərsiniz. Amma digər ki, bunu icraatı tökmək vaxt tələb edir, əmək tələb edir. İngilis dili öyrənmək üçün 3 əsas şeyə diqqət edin. Bunun üçün sizdə əsas 3 olacaq olan nə olmalıdır? Zaman sərf eləməlisiniz. Buna marağınız olmalıdır və təməl qaydaları öyrənməlisiniz. Bunu mən demirəm. Bunu Stephen Krashen deyir. Stephen Krashen nəzəriyyəsində bu üçü mütləq olmalıdır. Birinci zaman, ikinci maraq olmalıdır o dilə və onun təməl qaydalarını, əsas qaydalar, qrammatika qaydalarından söhbət gedir. Təbii ki, bunları bilməlisiniz. Mənə görə bir də qarşınızda məqsəd olmalıdır. Məqsədin nə qədər güclü olacaqsa, siz o məqsədə çatmaq üçün də o qədər
effort sərf edəcəksiniz. Məqsəd nə qədər güclü olsa, qarşınızda nə qədər, amma bu bir də onu deyim ki, motivasiyadan da çox davamlılıq önəmlidir. Davamlılıq, motivasiya olmasa belə davamlılıq, o disiplin mütləq olmalıdır ki, siz dili öyrənməyə yəni bacarasınız. Dildə sərbəst şəkildə özünüzü ifadə edə bilərsiniz. ChatGPT ilə burada qeyd etmişəm. 7-24 saat writing eləyə bilərsiniz, yazı göndərə bilərsiniz, səhvlərinizi yoxlasın, modellər göndərə bilərsiniz, yazı modelləri ki, mənim səhvlərimi düzəlt, səhvlərinizi düzəldəcəkdir ChatGPT. Tekst göndərə bilərsiniz ki, mənim məsələn səhvlərimi düzəlt, o sizə kömək edə biləcək. ChatGPT ilə dil öyrənmək mümkündür. Müəyyən bir yerə qədər danışa da bilərsiniz ChatGPT ilə. Tələbələrin çoxu ChatGPT ilə danışır, danışdığını deyir. Oxuma strategiyaları. Qəzet oxuya bilərsiniz, ancaq marağınıza uyğun romanlar oxuya bilərsiniz, bloqlar, authentic materials yazmışam burada, orijinal materiallar, yəni native speakerlərin oxuduqları, o real cümlələr olan materiallar, bunları dinləyə bilərsiniz. Belə. Writing practice-ə gəldikdə isə writing practice-ə gəldikdə isə burada mənə mesaj yazdılar, üzr istəyirəm, fikrim yayınır. Gündəlik tuta bilərsiniz, onsuz heç kəs başa düşməyəcəksiniz. Gündəlik 5 dənə, 10 dənə söz yazın həmin gündəliyə və gün ərzində nələr olur bitir. Məsələn, indi birazdan ki, səhifədə görünəcək. I am making coffee. Kafe düzəldirəm, günüm necə keçdi haqqında gündəlik tuta bilərsiniz. ChatGPT-dən sözləri götürə bilərsiniz, Google Translate. Bunların köməyi ilə həmin sözləri öyrənə bilərsiniz və accelerate yazmışam ora. Accelerate sizin cümlələrinizi sürətləndirəcək. Salam müəllimə, insan aşağı səviyyədən ən tez bir zamanda beylərə qalxa bilər. Təxmini zaman desəz motivasiya olacaq. Təxmini zaman beylərə aşağı səviyyədən ən az bir il. Ən az bir il. O da ki, speakinglə bir yaz təməl qaydaları bilsəz, qrammatikanı, onun üçün 3-4 ay öz üzərinizdə çalışsınız. Ən azından bir 6 ay elementariyə çalışsınız, digər B1-ə qalxma bir il ərzində. Bir il ərzində sıfırdan B1-lərə çata bilərsiniz. İnşallah. Dil öyrənməyin, burada qeyd eləməmişəm, sizə bir taktika verim. Dil öyrənməyin ən sadə yolu öyrətməkdir. Mənim özüm də, buradakı tələbələrim də bilir bunu. Öyrədə-öyrədə öyrənmək ən asan yoldur. Yəni, çünki öyrənirsən, özün də gedib nəyisə öyrənirsən və onu öyrətməyə çalışırsan. Bu sənin üçün bir avantajdır və daha sürətli öyrənmə yoludur. Məsələn, mənim özüm dərs deyərkən, yəni heç kəs belə hamı sıfırdan başlayır. Mən dərs deyə-deyə öyrənmişəm. İndiyə kimi heç bir kursdan müəllimə yanına getməmişəm, yəni belə deyim. Belə gündəlik tuta bilərsiniz və ChatGPT ilə danışaraq cümlələrinizi, məsələn, cümlə yazın, cümlə qurmaqda çətinlik çəkirsinizsə, cümlə yazın, Azərbaycanca cümlələri yazın onu, sonra ingiliscəni yazmağa çalışın. O ingiliscəni cümlələri yazdıqdan sonra ChatGPT deyin ki, bunu düzəltsin, səhvlərinizi izah eləsin sizə. Elə cümlə qura bilərsiniz. Ya da ki, strukturu bilməlisiniz. Biraz necə deyim, qrammatika qaydalarını bilirsinizsə, qammatikanı öyrəndikdən sonra speaking, danışıq, input, output-a düşünməlidir. Mən birazdan YouTube linki yerləşdirəcəm bura. Ona baxarsınız. Orada da deyir ki, input edirik və nə vaxtsa gözləyiriksə, biz danışacağıq. Danışanda artıq biləcəyik ki, o output-u çevirmək o bir gün məhz gəlmir. Stephen Krashin-da deyil, o bir gün məhz gəlmir. Yəni bu input mütləq olmalıdır. Yəni input nədir? Reading və listening. O qədər nə qədər çox dinləsəz, Orxan müəllimin həmişə bir sözü var. Yəqin ki, tanıyırsınız Orxan müəllimi.
Deyir ki, nə qədər çox reading olsa, bu writing-ə xeyirdir. Amma nə qədər çox sırf, nə qədər çox listening olsa, bu artıq birbaşa speaking-ə təsir edir, danışığınıza təsir edir. Sizin baxdığınız ingiliscə bütün materiallar sizin danışığınızı formalaşdırır. Danışıqda sizə çox böyük kömək eləyir. Çünki baza yoxdur. Nağıldan heç nə söz anlamırsınızsa, söz bazası yoxdur. Qrammatikanı orta bilirsiniz. Deyim danışıq üçün hansı vəsaitləri məsləhət görürəm. Ki, bu da əlimdə yoxdur. Levellər üçün kitablar olur. Levellər üçün A1 level üçün, A2 level üçün B1, B2, C1, C2 üstündə yazılar. Bax, onları alın. Tərcümə edin. Məsələn, qarşınıza məqsəd olaraq bugün bir səhifə tərcümə eləyəcəm. O A1 mətnindən, kitabından. Onu tərcümə etdikdən sonra mütləq eləsini də seçin ki, həmişə onun arxasında proqram olsun və dinləyə biləsiniz. Qulaqçığı qoyursunuz qulağınıza, onu dinləyirsiniz və oxuyursunuz. Proqram da elə olur ki, onda yazı olmur. Görərək, yəni o proqramı, kitabı əlinizdə də oxuyaraq, həm də qulağınızda olur. Bu nəyə sizə kömək eləyir? Söz bazası doğal olaraq inkişaf eləyir. Sözün kontekst daxilində necə işləndiyini öyrənirsiniz. Kontekst daxilində. Məsələn, həmişə bu misalı verirəm, bilmirəm niyə. Məsələn, bir dənə söz var, half sözü, half, yarı deməkdir. Kontekst daxilində o artıq hissə mənası verir, half hissə, yer mənası verir. Biz o konteksti bilməsək, onu tərcümə eləməsək, biz half sözünün yarı mənasını əlavə, hissə mənası verdiyini bilə bilmərik. Sözün kontekst daxilində necə işləndiyini öyrənirik, sözün necə tələffüz etdiyini öyrənirik, necə tələffüz edildiyini öyrənirik. Yəni o səviyyə kitabları bizə o baxımdan çox kömək eləyir. Universitet tələbəsinə hansı proqramla dərs keçmək olar? Universitet tələbəsinə English File, Speaking Out, bunlarla keçə bilərsiniz. Amma mən onlarla keçmirəm, onu da deyim. Universitet tələbəsinə mən başqa proqramla keçirəm, sadəcə siz onu eləyə bilərsiniz. Çünki sizin üçün asan ola biləcək. Mən proqramı özüm qururam universitet tələbəsinə. Onun speaking qrammarını inkişaf etdirmək müəllim olaraq. Onlayn qoşulan tələbədirsə. Bunun üçün Murphy kitabı var. Mən oradan keçirəm. Speaking Grammar. Murphy kitabı idealdır. Baxır, hansı leveldirsə ona uyğun Murphy kitabı seçib belə keçə bilərsiniz. Murphy kitabı. İstəsəz mən sizə göndərərəm. Mənə yazarsınız, göndərərəm sizə. A2 səviyyəsi üçün daha çox necə çalışmağı, necə istifadə etməyi tövsiyə edirsiniz, danışığı inkişaf etdirmək üçün. Heç vaxt danışmaqdan qorxmayın. Heç vaxt çəkinməyin ki, sizə lağ eləyəcəklər. Speaking, bir partner tapın. Bunun üçün HelloTalk proqramı var. HelloTalk proqramı. Məsələn, orada yazılıb ki, native, həmin şəxsin native dilinin hansıdır, hansı dili öyrənmək istəyir. Hansı dil nativedirsə onu seçirsiniz. Onu öyrənmək, məsələn, siz onu Azərbaycanca öyrədirsiniz, o da sizə ingilis dili. Danışıq praktikası, əcnəbilər taparaq proqramlardan, HelloTalkdan məsələn istifadə edə bilərsiniz B1-ə qaldırmaq üçün. Əcnəbilərlə, mən bugün belə əcnəbilərlə danışıram HelloTalk proqramı vasitəsilə. Bu mənim speakingim üçün idealdır. Siz də istifadə edə bilərsiniz. İbtidai siniflər üçün hansı kitabdan oxutmaq olar? İbtidai siniflər üçün kitab mağazalarında nə cür tapa bilmirsiniz? İbtidai siniflər üçün ən qədər materiallar var. Özüm də kitab mağazalarından birinci dənə kitab əldə eləmişəm və oradan test işləyirik ibtidai siniflərlə. 4-cü siniflərlə. Ən az 4-cü sinifdir məndə. Digər sinif yoxdur, ancaq 4-cü siniflərlə mən Kür Arazın ingilis dilini istifadə edirəm. HelloTalk. Yazıram bura, baxın. HelloTalk. Sonra Speaker proqramı da var. Speaker. Bu proqramlarla əcnəbilərlə danışıb speakinginizi artıra bilərsiniz. Aşağı siniflərə necə kitab almaq olar ki, anlasın. Aşağı siniflər üçün necə kitab almaq olar? Yenə deyirəm, aşağı siniflər üçün kitab mağazalarında, bütün kitab mağazanızda var. 4-cü sinif üçün üzərində 4 yazılır. 4-cü siniflər üçün ingilis dili testi. Bunu alıb işlədə bilərsiniz onlara. Ya da ki, istənilən bir ingilis dili müəlliməsindən, məndə yoxdur düz ibtidai sinif, yalnız 4-cü sinifdə. Summativ xahiş edə bilərsiniz, summativ göndərsin, elə işləyə bilərsiniz. Tərcüməsində öyrəndiyim sözlər çoxdur. Sadəcə çoxsu siz dediyiniz kimi fərqli-fərqli məna verir. Bəli, fərqli-fərqli məna verir və ya hər sözün
İşlənmə yeri fərqlidir. Razıyam. Bunun üçün təcrübə olmalıdır. Çoxlu oxumaq və praktik etmək, dinləmək lazımdır ki, bu söz belə işlənir. Məsələn, I don't buy it ifadəsi var. Mən bunu yeməm deyirlər. Yemədim, yəni inanmadım. İngilislər bunu I don't buy it deyir. Yəni mən bunu satın almıram. Bu idiomadır düzü, amma satın almaq, yəni inanmadım mənasında istifadə olunur. Mətn üzdən oxumaqda çətinlik çəkirəm. Üzdən oxumaqda çətinlik çəkirsinizsə, o dediyim səviyyə kitablarla əldə edin. Səviyyə kitabları əldə etdikdən sonra mütləq qulağınızda o naushnik, gözünüzdə o kitab, onunla bərabər oxuyun. Görürsünüz, oxuya bilmirsiniz, onunla bərabər oxuyun. Bələd olduqdan sonra artıq özünüz oxumağa cəhd eləyin. Güzgü qarşısında məşq eləyin. Güzgü qarşısında səsinizi yaza bilərsiniz. Buyurun, siz sağ olun. Mətni üzündən oxumaqda çətinlik çəkirəm. Yenə deyirəm. Mətni üzündən oxumaqda çətinlik çəkirsə, sözün necə tələffüz olduğunu, sözün necə tələffüz edildiyini bilmək üçün əvvəlcə o kitabın elə kitab seçin ki, onun audiosu olsun. Məsələn, mən hal-hazırda ərəb dili öyrənməyə çalışıram. Hekayə kitabları seçərkən eləsini seçirəm ki, onun audiosu olsun. Onu dinləyirəm, sonra onu tərcümə edirəm və tərcümə etdikdən sonra onu təkrar dinləyirəm. Belə deyim, onun tələffüzünü bilmək üçün audiolu kitablar dinləməyə üstünlük verirəm. Yalnız praktik edərək speaking qısa müddətdə necə inkişaf etdirə bilərsiniz? Danışaraq, xarici proqramlarla xarici əcnəbi taparaq. Cümlə qurmaqda çətinlik çəkirəm, dedim az öncə. Məşq ən gözəl vasitələrimdəndir. Sağ olun, təşəkkür edirəm, buyurun. Bütün kitab mağazalarında var, Librafdan baxa bilərsiniz, Librafa. Bütün kitab köşklərindən kitablara baxa bilərsiniz. B1, A1, kitab levelləri üçün kitabı deyirsiniz, yəqin ki, səviyyələr üçün ingilis dili. Onun bütün kitab köşklərində var. Tələffüzü daha yaxşı necə inkişaf etdirmək olar? Şadevin texnikası ilə, Şadevin metodu ilə. Bəli, çoxlu dinləmələr etməklə. Film gedə-gedə, filmi dayandırırsınız, siz onunla bərabər təkrar edirsiniz. Bu Şadevin texnikasıdır. Söz öyrənmək mənim üçün çətin olur. Necə sözləri asanlıqla öyrənə bilərəm. Sözü kontekst daxilində öyrənə bilərsiniz. Belə sözləri əzbərləsiniz, təbii ki, sizin üçün çətin olacaq. Mətndən çıxarıb tərcümə eləmək. Mətni tərcümə edirsiniz, içərisində söz seçirsiniz, sözü elə öyrənirsiniz. Yaxud dinləmədə eşidirsiniz, dinləmənin mənasını başa düşmək üçün sözü axtarıb tapırsınız. O cür yoxsa belə sözləri öyrənsəz, asanlıqla yadda qalmayacaq. Qalsa belə 2 gün, 3 gün sonra unudacaqsınız. 28-də kitab mağazaları doludur, çox bəli. Mən indi chat bölməsinə bir link göndərərəm. Ona baxın. Daha sonra mən o biri telefonla, dəqiqə mən buradan çıxım. Mən hazırda chat bölməsinə link göndərmək istəyirəm. Stephen Krashen'ın tələbələrə keçdiyi mühazirədir, 5 dəqiqədir. Onu göndərirəm, burada hal-hazırda paylaşa bilmirəm. Çünki paylaşsam səs çıxmayacaqdı. Onu göndərirəm, baxın 5 dəqiqə, sonra mənə geri dönüş edin. Onun tərcüməsini oxutduracam və müzakirə edəcəyik. Olarmı? Göndərirəm, baxın. Dil öyrənmə haqqındadır. Dəqiqə yerləşdirim. Stephen Krashen'ın çıxışıdır. Mühazirəsidir. Baxın budur. Zəhmət olmasa baxarkən səsi bağlayın ki, səs gəlməsin, amma rahat baxsın. Buyurun, mən də bağlayıram səsi. Baxın və geri dönüş edin. Yazın ki, baxdım.
Mən bir şey sual vermişdim. Heç biriniz seçim başa düşmədiniz. Heç biriniz. Aydındır. Mən indi bunun tərcüməsini Mən oxuyacağam əslində, ki, mən əslində hələ bitirməmişəm, amma mən danışa bilərəm. necə? Mən hələ bitirməmişəm videonu, amma belə başından danışa bilərəm, yəni. Başa danışmaq olur, prosta bitirməmişəm hələ videonu. Tamam, baxın o zaman sonra geri dönüş edeyim, danışın. Əla, başa düşmüsünüz ilkin. Yadda düş. Neyse lazım değil soruşur ki. Bir saat 12'de de. Onun için yadda düşmüyor. Bilərsiniz, nə başa düşmüsünüz? Yaxşı, başlayaq. Mən tamamilə belə dəqiq olsun deyə onun tərcüməsini oxuyuram hazırda. Stephen Krashen deyir, yaxşı. Bunu 40 illik müharibə adlandıra bilərik. Son 40 il ərzində dilin necə qazanıldığı və savadlılığının necə inkişaf elədiyi barədə iki fərqli hipotez, iki baxış arasında davam edə bilən bir mübahisə var. Bu çox yaxşı bir müharibədir. Çünki hansı hipotez qalib gəlsə də biz çox şey öyrənmiş oluruq. Bütün hipotezlər sizin materiallarda var, yəni handout var. Mən özümə görə düşündüyüm zaman doğru olan hipotez comprehension hypothesisdir, anlama hipotezidir. Bu hipotez deyir ki, biz dili və savadlılığı yalnız bir şəkildə qazanırıq, mesajları anladığımız zaman. Yəni insanlar bizə, insanlar bizə nə deyir? Biz nə oxuyuruq? Bunları başa düşəndə dili öyrənirik. Buna comprehensible input deyilir. Burada əsas məqam budur. Əgər siz dili comprehensible input, yəni dinləmə oxuma vasitəsilə qazanmaq istəyirsinizsə, əvvəlcə sizə anlaşılan giriş inputu lazımdır. Yəni dinləmə və oxuma, listening, reading. Siz maraqlı hekayələr eşidirsiniz. Maraqlı söhbətlər edirsiniz, kitablar oxuyursunuz. Bunun nəticəsində isə biz bacarıqlar dediyimiz şeyləri qrammatika, söz ehtiyatı və s. əldə edirik. Yəni səbəb nəticə belədir. Əvvəlcə anlama gəlir, sonra dil bacarıqları gəlir. Rəqib hipotezi isə skill building, bacarıq qurma adlanır. Bu baxışa görə isə səbəb nəticə əks istiqamətdədir. Əvvəlcə siz bacarıqları şuurlu şəkildə öyrənirsiniz. Məsələn, qrammatika qaydaları öyrənirsiniz, sonrası dil istifadə edirsiniz. Burada skill building deyir. O qrammatika öyrənirik, söz bəllirik, buna bu hipotezi deyilir. Yəni bu qaydaya. Bu əslində deyir ki, özü bu hipotez deyil, əslində aksiyondur, aksiomadır. Skill building qrammatika söz ezbərləmə metodudur əslində. Beləliklə siz əvvəlcə şuurlu öyrənmə edirsiniz. Söz ehtiyatı və qrammatikanı öyrənirsiniz. Daha sonra siz yeni qaydaları danışıqda outputda tətbiq edirsiniz. Onları təkrar istifadə edirsiniz. Fikir budur ki, bunu kifayət qədər çox eləsəniz, zamanla bu proses avtomatik hala gələcək. Yəni, öyrənmə içsəlləşəcək və avtomatlaşacaq. Bu proses zamanı isə səhvləriniz düzəldilməlidir ki, qaydaları düzgün öyrəndiyinizdən əmin olasınız. Diqqət edin, burada mən dilin səbəb-nəticə əlaqəsini, causality, fərqli şəkildə izah edirəm. Bu modeldə səbəb-nəticə əks istiqamətdədir və çox böyük fərqdir. Amma skill building yanaşmasının problemi odur ki, dilin avtomatik istifadəçisi heç vaxt tam olaraq baş vermir. Bu yanaşma gec mükafat, delayed gratification ideyasına əsaslanır. Çox çalış, bir gün dili istifadə edə biləcəksən. Lakin bu bir gün heç vaxt gəlmir. Mənim fikrimcə bu dünyada dili bu şəkildə öyrənən və sonunda həqiqətən səhəsi danışan bir dənə də insan yoxdur. Araşdırmalar isə comprehensible input, anlaşılan giriş modelini dəstəkləyir. Mən bugün bunun yalnız bir hissəsini izah edirəm. Digər hissə isə müxtəlif tədqiqatlar və metodların müqayisəsidir. Amma ümumi nəticə budur. Comprehensible input'a əsaslanan metodlar həmişə skill building metodlarından və ya daha yaxşıdır, ya da ən azı onlardan zəif deyil. Deməli, araşdırmalar bu comprehensible input yanaşmasını dəstəkləyir. Bundan əlavə
Əslində əgər input maraqlı deyilsə, heç kim ona diqqət etməyəcək. Ona görə də öyrənmək üçün input müəyyən qədər maraqlı və xoş olmalıdır ki, işləsin. Skill building isə insanların çoxu üçün ağırlı bir prosesdir. Yəni qrammatika öyrənirsən, söz əzbərləyirsən. Mənim müşahidəmə görə tələbələrin 90-95%-i bu tip dərslərə nifrət edir. Yalnız təxminən 5%-i bunu bəyənir. Maraqlıdır ki, bu 5%-in adətən bu 5% kimidir? Bu sual vermək istəyirəm İlkin bəy. Kimidir o 5%? Yəqin ki 5% həmən adamlardır ki, məsələn, həmən mətnə, həmən dinləməyə, yəni marağı yoxdur. Yox. Bəs siz necə qulaq asmısınız deyirsiniz, başa düşdüm. Orada deyir ki, müəllimlərdə hamı da gülür. İngilis dili müəllimlərdir o 5%. Məhz o 5% dili qrammatikanı öyrədənlər, sözləri öyrənənlər, qrammatikanı öyrənənlər, o 5% deyir ingilis dili müəllimləridir. Problem də buradadır. Mənim fikrimcə deyir, comprehensible input yanaşması qazanmaq vəziyyətindədir. Qazanır yəni hal-hazırda. Həm xoşdur, həm də işləyir. Telefonum donubdur hazırda. Skill building isə uduz vaxt vəziyyətində. Salam, axşamınız xeyir. Deyir, bu metodu Salam, buyurun. işlədənlər gələcəkdə müəllim olan o 5%-i kütlədir. Hansı ki, gələcəkdə müəllim olurlar. Bəli, skill building isə uduz vəziyyəti. Nə çox xoşdur, nə də effektiv işləyir. Amma problem ondadır ki, ictimaiyyət üçün bu dil mütəxəssislərini də əhatə edir. Skill building sadəcə bir hipotez deyil, sanki bir aksiyomdur. Yəni, insanlar başqa alternativin olduğunu belə bilmirlər. Onlar üçün bu yeganə yoldur. Əgər siz skill buildingə inanırsınızsa, məktəblərdə tələbələrə tətbiq edilən bütün çətinliklər, testlər, ev tapşırıqları, məşqlər, drillər tam məntiqli görünür. Amma məsələ budur ki, dil öyrənmə əslində belə işləmir. Və bu əslində həmin böyük müharibənin əsas mahiyyətidir. Bu dinləmədə gedən monoloq idi. Stephen Krashen bunları deyirdi. Yəni, mən bunu üzündən oxudum ki, sizə tam çatsın ki, o nə deyir. Belə. Buyurun. Buyurun, İlkin. Bəli, çox üzr istəyirəm. Deməli, tələbələrimdən ən çox gələn sual, ev tapşırıqsız ingilis dilini öyrənmək mümkündür yoxsa yox? Ev tapşırıqsız xeyr, çünki həftədə 2 dəfə 2 saatla dil öyrənilmir. Mən həmişə tələbələrimin ən yarğılı yeridir. Özləri də buna şahiddir. Hal-hazırda buradadılar. Mənə həmişə şikayət edirlər ki, biri mənim haqqımda essay yazmışdı və orada bu fikir bildirmişdi ki, siz tapşırıq çox verirsiniz. Bəli, mən tapşırıq çox verirəm. Çox verirəm. Bəli. Çünki özləri etmədilər. Bəli, mən də belə düşünürəm. Sadəcə tələbələrimin çoxsu şikayət edir ev tapşırığına görə. Fikirləşdim ki, bəlkə alternativ bir yol var bunun. Amma məncə də mümkün deyil. Xeyr, mümkün deyil təbii ki. Təşəkkür edirəm. Təşəkkür Sualım var. edirəm. Onlar sualım var idi mənim. Adətən Buyurun. uşaqların fərqi yoxdur. Fərqi yoxdur level olaraq. Məsəl üçün məktəbə qədər ola bilər, məktəb uşaqları və yaxud müəyyən bir siniflərdə valideynlər hazırlığa qoyanda öz sual verirlər ki, neçəyə biz öyrənə bilərik? Əslində, yəni bu düzdür, müəyyən bir gəlmişik özümüzdə artıq bu sahədə. Yəni bu sualı əslində elədik özümüz belə dil olaraq müəllimlər biz illərlə hələ də öyrənirik. Yəni baxırıq, maraqlanırıq, yeniliklər, konfranslar, AI həyatımıza artıq daxil olub. Yəni bu sualın qarşısında hələ də o valideynlər var da. Yəni siz nə deyə bilərsiniz? Soruşurlar 5 aya mı, 1 ilə mi, burada biri burada olsa və ya bu hazırlaşdı, bu dilin öyrənə bilərmi? Yəni bu suallara hələ də var da. Onu necə cavab vermiyorlar valideynə? Təbii ki, uşaqda o nəticə olur, gəlir bilmir. Biz təbii ki, wunderkind elə uşaqdan 2-3 aya biz böyük nəticə görə bilmərik və levelına baxır. Amma yəni hələ də bu sualı verən valideynlər var. Yəni ona necə cavab vermiyorlar ki? Yəni uşağın nə vaxt öyrənəcək ingilis dilini? Yəni bunu necə cavab vermiyorlar? Deyim bunu, bu kursların, bir çox kursların, hətta deyərdim ki, mən işlədiyim bir çox kursların əksəriyyəti bu marketinq tələsidir. Deyirlər 3 aya dil öyrənəcəksiniz, buyurun 3 aya, 6 aya. Bəli, deyirlər özləri də ki, falan yerdə deyir ki, 3 aya sən sərbəst. Düzdür, mən də ona deyirəm ki, mümkün deyil də. Yəni bu dili cavab verirkən mümkün deyil. Axı bu özümüz 3 aya biz dil öyrənməmişik ki, məsəl üçün. Qaldı hələ bir uşağa 0 level, bütün günü native eşitmir, Azərbaycan dilində danışır, eşidir.
və uşağa ingilisini öyrətmək. Yəni hələ də var, bəli. O marketinqə bir təsir edir ki, bu digər müəllimlərə bəzən. Bəli, bu marketinq tələsidir yalnız. Davamlılıq mütləq olmalıdır. Elə mən də 4 il ərəb dili universiteti oxudum, amma heç nə demək olar ki, ərəb dilindən tam sıfıram. Nə qədər də müəllimlə oturub belə danışsa da görürəm ki, sərbəst danışa bilmirəm. Niyə? Davamlılıq olmayıbdı. Motivasiya ilə iş görmüşəm. Özümü də ingilis dili sayəsində tapdım. Hələ ki çox şükür, yəni çox şükür, amma ərəb dilindən sırf o listening və reading taktikasını eləmədiyimə görə və bu taktikanı çox gec belə dərk elədiyimə görə yeni başlamışam ərəb dilinə. Mən bunu bilsəydim ki, bu metodla işləyir və bu iş çoxdan ərəb dili öyrənmişdim. Çox təəssüf edirəm buna görə. Zaman qızıldır həqiqətən. Zamanınızı düzgün istifadə edin. Metod, siz dediniz hansı metoddan ingilis dili daha çox üstün oldu sizin üçün? Hansı metod? Sırf dinləmə və danışma. Mən özüm son Hə, 2 ildə demək tələbələrə speaking dərsi keçdim və speakingdə danışa-danışa elə ayrıca IELTS müəllimləri belə görürəm ki, dərs keçə-keçə olur ki, deyir bir dəqiqə bunun tərəfini baxır, bir dəqiqə bu sözün. Düzdür, çox olmaz bunu. Dərsdə məsələn 60 dəqiqə, 90 dəqiqə ərzində bir dəfə də olsa belə baxıram ki, içim rahatlasın. Sonra deyirəm ki, bəli, düz demişəm. Baxıram, yəni özüm bir nəyəsə bilməyəndə dərsin gedişatında baxıram. Bunu tələbələrə elə olur bildirirəm, elə olur bildirmirəm, amma dərs keçə-keçə öyrədə-öyrədə öyrənmişəm mən belə deyim. Bir speaking dərsləri üçün fərqi yoxdur da, yəni yaş olaraq 5-ci sinif ola bilər və yaxud biraz böyük uşaq ola bilər. Onun 53 sırf olaraq onlar üçün offshore bir tələbə olanda onlara ümumi necə götürmək olar? Yəni sırf speaking dərslərinə və xaricdən speaking dərslərinə də baxmışam. Onlar bir mövzuna qoyurlar ortağa və müzakirə gedir. Mən özüm də iştirak etmişəm hətta. Amma bizdəki bəzi speaking dərslərində olmuşam çoxdan, yəni universitetlərində yəni, fərqli keçirilir. Orada hətta belə deyim də, biz ingilislərdə bizdə yol verilir Azərbayca danışmağa. Onlarda amma yol verilmir. Çünki native-dir axı. Yəni başqa hansı üsuldan istifadə etmək olar? Okay, yəni mövzu qoyuldu. Başqa nə listening, okay, onu da etdik. Watching ola bilər. Başqa necə forma, düzgün gedişat necədir, onu bilmək istəyirəm. Speaking-in gedişatı. O da mənim speaking dərsimə qoşulur. Özü də deyə bilər. Bir mövzu seçirəm, bir mövzu. Onun haqqında suallara öncədən 30 dənə sual göndərirəm öncədən. Özləri baxırlar, həmin suallara hazırlaşırlar və həmin mövzuya aid dinləmə yerləşdirirəm. O dinləməni də müzakirə edir, eyni zamanda speaking olur, danışıq, yəni müzakirə edir. Nəyəsə bilməsəm özləri də baxırlar, mən də baxıram nəyəsə bilmək üçün və qrupa göndərir, qrupda qalır. Bugün bu sözü öyrəndik, bugün bu mövzunu müzakirə elədik, bugün bu dinləməni elədik. Dinləməyə aid suallar tərtib edirəm. Yəni speaking mənim də eyni xaricdəki keçirilən kimidir. O suallar istəyirsə atıb videonu, linki göndərsə qrup, o xüsusi həmin o mövzuları linklə bərabər hardan götürürsünüz? Yəni tutaq ki, okey mövzular var, amma biz onun linki ilə bərabər hardan onu sırf götürürsünüz? Həmin YouTube'dan, YouTube var. YouTube-un özündən. Yəni sırf elə bir kitab yoxdur da, yəni mətn özü və orada listeningi birlikdə elə bir kitab yoxdur. Xeyr, yoxdur. Özüm tərtib edirəm. Aydın, çox sağ olun. Buyurun. Siz sağ olun. Mənim Fact and Figures'ın elə kitabları var da, həm onlarda reading olsun, həm dinləmələri, həm tapşırıqları, onlardan istifadə eləmək olar speaking dərslərində. Bəli, olar. Bir də ki, mən indi bilmirəm, mənim öz metodumdur. Mən məsəl üçün uşaqlara şəkillərdə verirəm. Məsələn, iki şəkil arasında fərq. Məsələn, o da danışmaqları üçün çox yaxşı kömək olur. Məsələn, deyirəm görüm kim neçə dənə fərqi tapacaq. Elə məsələn istəyirlər ki, daha çox fərq tapsınlar uşaqlar, həm də danışmaqları üçün çox yaxşı kömək olur. Bəli, o oyunların da çox böyük rolu var. Özüm də arada oyunlara edirəm. Universitetdə belə ingilis müəllimimiz bizə eləyirdi. Universitetdə belə eləyirdik. Oyunları mən də dərslərimdə tətbiq edirəm. Çox maraqlı olur oyunlar. Çünki belə adi dərslər onlar üçün çox sıxıcı gəlir. Düşünürəm ki, belə daha maraqlı olar onlara. Bəli, düz düşünürsüz. İbtidai siniflər üçün dərsləri necə maraqlı keçmək olar. Dinləmə yerləşdirə bilərsiniz, 5 dəqiqəlik cizgi filmlər yerləşdirə bilərsiniz. Summativlər, testlər edə bilərsiniz. Oyunlar, xanımın dediyi kimi, oyunlar eləyə bilərsiniz, oyun təşkil edə bilərsiniz. Sonra qayda verə bilərsiniz, soruşa bilərsiniz, qaydaları öyrədə bilərsiniz ki, onlar təməldir. Çünki onlar hələ öyrənmə mərhələsindədirlər, mənimsəmə yox. Biraz onlar üçün nəsə qrammatika təməl olmalıdır. Öyrənmə mərhələsində olduqlarını görə siz bir qrammatikada keçə bilərsiniz onlara. Mən demirəm ki, qrammatika heç vaxt olmasın, Stephen Krashen kimi yox. Öyrənmə mərhələsindəsə, bəli, mənimsəmə mərhələsində yox, artıq uşaqlar kimi öyrənməlidir.
hansı proqramlar, videolar və saitlərdən istifadə etmək olar. Bu artıq sizin özünüzə qalıb. İstəyirsiniz Kür-Arazdan istifadə edirsiniz. Məsələn, mən bir kitabı qurtarıram. Bir kitab var idi, adını unutmuşam, özü 4-cü siniflər üçün idi. Onları bitirdim, indi Kür-Araza başlamışam 4-cü siniflərimlə. Özləri də burdadır. Bu vasitələrdən istifadə edirəm. Bizim kitablar yoxsa xarici müəlliflərin kitablarını. Bizim kitablar da ola bilər, xarici müəlliflər də ola bilər. Qarışıq istifadə edirəm mən də açığı. Buyurun İlkin, əlavə sualınız var. Uşaqlar üçün Kids English, Family and Friends yaxşıdır. Ondan istifadə edirəm. Allah. Bəli, çox üzr istəyirəm. Nadinc sinifi necə idarə etmək olar? Çünki mən hal-hazırda kurslarda dərs deyirəm və yaş xəttləri hardasa 9 yaşı, 12 yaşı uşaqların çoxsunun var və bu uşaqlar heç vaxt homework eləmir. Və amma valideyn bizdən tələb edir ki, pul ödəyirəm, öyrənməlidirlər, amma uşağın özünün də marağı yoxdur heç nəyə. Və listening vaxtı, hətta reading vaxtı fikri dağılır başqa yerə. Telefona baxır məsələn, yoxsa o birisi dostuyla danışır. Yəni özü də deyir ki, mənlə işimiz yoxdur, öyrənmək istəmirəm, valideyn məcburi gətirib məni bura. Maraq yarada bilərsiniz. Elə mövzu seçin ki, onun maraq dairəsi olsun. Soruşun özündən ki, məsələn, bugün nə edək? Özünün fikrini sorsanız bəlkə də ona uyğun olar. Məsələn, bugün nə edək? Bugün test mi eləyək? Bugün dinləmə mi çox olsun? Bugün oyun mu oynayaq? Bugün nə bilim travel haqqında mı, nəsə haqqında mı bir mövzu seçin, onun haqqında mı danışaq, speaking eləyək. Yəni öz fikrindən soruşsanız daha yaxşı olar. Bir də ki, Nacin sinifi idarə etmək üçün biraz necə deyim, yəni nə belə çox mülayim olmaq lazım deyil, nə də ki, belə çox sərt olmaq lazım deyil. O orta yolu tapın məncə mütləq o uşaqların arasında. O Üzr istəyirəm. Bəli, buyur, elə bizim bitirdiniz, söz gəlir. Davam edin, elə bizim bitirdiniz. Əlavə etmək istəyirdim. deyirdim orta yolu tapın. Nə çox mülayim, nə də sərt olun. Bir də mən Uşaqlarda maraq özümdə oyadın. istifadə edirəm. İnteraktiv oyunlar istifadə edirəm. Xüsusi proqramlar var. Word-dur, Excel-dir. Mən ondan tanırsınız yoxsa yox. Çox yaxşı orada interaktiv oyunlar var. Hər mövzuya uyğun. Mən burada qeyd eləyərəm və orada level yazanda belə, hətta preschool üçün belə çox maraqlı oyunlar var. Uşaqlar smart ekran varsa, ümumiyyətlə əla, onlar özləri orada istifadə edə biləcək. Smart ekran yoxdursa, özləri deyə bilər, siz kompüterdən onu idarə edə bilərsiniz. Word və Excel proqramlar var. Yəni hətta orada həm reading var, həm spin the wheel var. Spin the wheel da çox maraqlıdır. Yəni belə siniflər üçün spin the wheel oyunları olur, çox maraqlıdır. O spin the wheel-ı basırsınız. Məsələn, orada nə mövzu seçmisiniz? Məsələn, master, addition, subtraction fərqi yoxdur və yaxud reading məsəl üçün words, reading simple sentence. Onlar hamısı çıxır. Yəni mövzu və word yazılanda çıxır. Və orada onu uşaq özü gəlir artıq. Spin the wheel biraz o marağı orada olur və yaxud orada olur ki, kartlar var. Maraqlı cross kartlar olur, cross kartı çevirir, oradan tapır sözü, onu tapır matching edir. Yəni onu mən istifadə etmirəm, çox maraqlıdır. Yəni onu biraz uşaqların yığmaq olur onunla, çünki mümkün deyil indi uşaqların biraz fikirləri dağınıq, tüm böyle onlar sosial şəbəkələrdən çox istifadə edirlər. Yəni bu Word və Excel çox maraqlıdır. Excel bəzi leveldan sonra gəlir artıq ödənişlidir, amma Word pulsuzdur. Yəni Word istifadə edə bilər müəllimələr. Mən burada qeyd edirəm, maraqlıdır. Onları mənə adını yazarsınız, zəhmət olmasa mən özüm kurslarda bir də Excel proqramı. Taxıl Excel ümumiyyətlə Excel-də hətta bioloji da var, məsəl level'lar var, grade'ləri var. Orada science da var, çox maraqlıdır. Yəni orada Excel-də hamısı var, amma Word-da test kimidir. Yəni orada hətta homework kimi də mən verirəm uşaqlara, onlara maraqlı gəlir. Homework kimi verirəm, evdə otururlar, anaların telefonunda və yaxud öz telefonunda oynayır. Maraqlıdır. Yəni bundan istifadə edə bilərsiniz. Əla, təşəkkür edirəm. Bir də ki, Classroom-da idarə etmək üçün mən çox təlimlərdə iştirak eləmişəm. Və Classroom-un idarə olunmasında belə bir proqram da var. Bizə ekranda bubble-lar çıxır. Classroom, mən də onu da qeyd edirəm. Orada
səs tembri var orada. Səs tembrunu siz özünüz orada kompüterdə idarə edirsiniz. Sinifin səsi artdıqca bubble-lar başlayır yuxarıya qalxmağa ekranda. Belə bir proqramadır. Yəni o həmin proqrama sinifin səsini götürür elə bil özünə. Mən də onu burada yazaram. Uşaqların səsi azaldıqca o bubble-lar düşür aşağı və ya orada smayliklər var. O smayliklər qalxır, səs çox olan zaman. Uşaqların səsi azaldıqca düşür aşağı o smayliklər. Bununla da belə deyək ki, motivation olur və yaxud sinifin biraz idarə olunmasında reflection kimi də etmək olur. Yəni azaltma olur o idarəçiliyi. Mən də qeyd edirəm, ondan istifadə edərsə çox maraqlıdır əslində. Özüm yazıram, o qalsın. Qapını ört. Mən onu linkində göndərə bilərəm sizə. Burada göndərim, siz baxarsınız o linklərdə. Lebonsible o bir dəqiqə göndərim. Burada görün zoom'a keçə biləcəksiniz. Şəbnəm xanım, deyilmə komşu qrupa yazın da onları. Qrupda geri Yəni girmək buraya olur axı. çata yazın, çata Aynura girin. xanıma. Aynura xanıma göndərdim. Bonsible. Siz baxın, bunu göndərdim Classroom Note üçün. Mən Classroom Note bu bunun üçündür. Digərlərini isə burada yazaram. Siz onda istəyirsiniz paylaşın o səhifədə. Word-da isə yalnız keçdiyiniz mövzular. Və Excel. Mən sizə göndərdim. Fatimə xanıma göndərdim mən. Allah Fatimə xanıma. Mənə göndərər Fatimə xanım üçün. Burada mən çünki linki save elədim, göndərə bilmədim. Amma belə bunların istifadəsi çox maraqlıdır. Mən bunu xarici bir mütəxəssislərdən öyrənmişəm, çox maraqlıdır. Orada hətta baxacaqsınız, yəni mikrofonu da açıq qoysanız qalxacaq. Mikrofon sönəndə düşəcək bunlar. Əla istifadə edirəm. Mən də magistr kursunda oxuduğum zaman burada Kahoot-dan istifadə edirəm. Çox maraqlı oyun idi. Çox ən sevdiyim Kahoot oyunu idi. Kahoot bəli, Kahoot hətta prezentasiyalarda mən istifadə edirəm. Çox möhtəşəm bir şeydir. Çox valideynlərə xoşu gəlir. Hansısa prezentasiyalarda istifadə edirsən, oradan girib valideynlər suallara cavab verirlər. Çox maraqlıdır və orada ballar çıxır. Hansı uşaq valideyn çox bal yığdı uşaqla birlikdə. Yəni valideynlər olan zaman belə istifadə etmək olur hansısa prezentasiyalarda. Çox maraqlıdır Kahoot. Bəli, mən özüm uşaqlara çox dərs demirəm. Dərsimdə düzü 4-cü sinif bir qrupum var. Onlarla da çox oyun oynamıram açığı. Bu yeni oldu mənim üçün. Mütləq mən də istifadə edəcəm. Təşəkkür edirəm. Bəli, istifadə edirəm. Mən bəli, özəl məktəblərin iş kafasında iştirak etmişəm. Yəni oradan əldə etdiyim bir maraqlı təcrübədə istifadə edə bilərsiniz. Başqa sual olan var? Sözü sual olan buyursun. Və yazın ya səsi açın, danışın. Kahoot-dan informatikada da istifadə var. Bəli, Kahoot-dan daha çox informatikada istifadə edirik. Çox maraqlıdır həqiqətən. Bəli, həqiqətən maraqlıdır. Artıq ingilis dili müəllimləri də Kahoot-dan istifadə edir. Görmüşəm. Artıq magistr hazırlaşarkən ingilis dili müəllimləri belə Kahoot-dan istifadə edir. Məntiq müəllimləri də edir. Kahoot maraqlı. Axşamınız xeyir. Evdə özümüz sadəcə listening və shadowing inkişaf görə bilərik. Bəli, təbii ki. Özümüz öyrənmək istəyiriksə, təbii ki. Amma readingdə olsa çox yaxşı olar. Readingə də baxdarım. Fidan xanım, axşamınız xeyir. Bir sual vermək olar? Buyurun. Mən bir məsələdə məsləhətə ehtiyacım var. B2 səviyyəsindən C1 səviyyəsinə nətər keçmək olar? B2-dən C1-ə deyimlə belə. Mən uzun müddətli səviyyəm B2-dir. Nə qədər oxuyuram, elə B2 olur. Gah strong çıxır, gah weak çıxır. Ancaq heç vaxt C1 ola bilmirəm ki, o alınmır. Bilmirəm harda ilişmişəm. Məsələn, belə deyim. Buyurun. IELTS-ınız var? IELTS almaq istəyirəm, bəli, ona görə çalışıram. IELTS da ala bilmirəm, iş orasındadır ki. Mən sizi inandırım ki, siz IELTS alsanız, siz 100% C1 olacaqsınız. Çünki istər-istəməz siz məruz qalacaqsınız dilə. Və o imtahanlara hazırlaşmağın özü, o sözləri, o idiomları öyrənməyin özü belə sizi C1 səviyyəsinə çatdıracaq. Deməli, məsləhət görürsünüz ki, IELTS-ı bəlkə yapışım. IELTS-ı hazırlaşıram, ancaq özümdə də ADHD var. Biraz yaşlı adamlarda bu ağır formadadır. Ona görə IELTS da alınmır. Neyse, dolaşmışam bir yerlərdə. Mən bir sualım var. Xarici proqramlarla speaking inkişaf etdirmək üçün danışa bilərsiniz. Ya da ki, speaking dərslərini qoşulub speakinginizi artıra bilərsiniz. Xaricilərlə proqramla tanış olub speakinginizi artıra bilərsiniz. Buyurun Səvinə xanım.
Müəllimlər üçün TKT və TESOL bu arada hansı məsləhətlidir? Əsas fərqləri var müəyyən qədər. Prosta mən hələ də araşdırıram, hələ gəlib nəticə çıxa bilməmişəm ki, hansına hazırlaşma. TKT, Mən TESOL hansına bilmirəm, hazırlaşma? təkrar edə bilərsiniz bilməsəm. Necə? Təkrar edə bilərsiniz, nə isə dediniz. Müəllimlər üçün TKT və TESOL proqramları hansını almaq məsləhətlidir ümumiyyətlə? Mən hələ də seçim edə bilmirəm hansına başlamaq. Yəni O proqramları mən ilk dəfədə eşidirəm. Ya düzgün eşitmirəm deyədimi? Ya bilərsiniz Aha. bütün Siz proqramlarını icazə eşitməmişəm versəniz, proqramı. bir də xanım, mən bu barədə danışarım, çünki mən maraqlanmışam. Səbinə xanım, bunlar ayrı-ayrı beynəlxalq sertifikatlardır. TKT 3 modul da olur. 4-cü modul da müxtəlif fənlərdən olan müəllimlər üçündür ki, misal üçün fizika müəllimi də ala bilər. Onu TKT Clear deyirlər. Silildi, Clear bilmirəm nədir. TKT bizim müəllim olaraq pedaqogikada, metodikada nəyi nətər elədiyimizin nəzəriyyələridir. Çox maraqlıdır TKT. TKT-nin kursları da ucuzdur, imtahana ödənişi də ucuzdur, hazırlıq da ucuzdur, belə çox baha deyil. Hər modul üzrə ayrı-ayrı hazırlayırlar. 3 moduldur və üstəgəl 4 moduldur. Beynəlxalqdır, bəli. Əgər işdən istəyirlərsə və yaxud da ki, əgər özünüzü müəllim kimi yetişdirmək istəyirsinizsə, qətiyyən pis deyil, çox da yaxşı bir şeydir. Çox müəllimlər alır. Ondan sonra da TESOL da yenə Səmən elə qoşulacaq. Səmən elə TESOL. qoşulacaq. Hansı daha effektiv olar? hərəsinin öz yeri var. Qətiyyən demək olmaz ki, o birisi üstündür, bu birisi üstündür. Misal üçün TESOL-u adətən Celta ilə, axır vaxtlarda Delta çıxıbdı. Delta ilə Celta ilə müqayisə edirlər. TESOL-u da bilirsiniz də 1800 manatdan çox ödənişi var. Yəni imtahan pulsuz, ancaq o da beynəlxalq sertifikatdır. Ancaq siz baxır, sizin məqsədiniz nədir? Misal üçün çox müəllimlər Celta alırlar. Celtası olan müəllim dünyanın istənilən yerində ingilis dili müəllimi işləyə bilər. Bir də Delta var. Delta da yenə beynəlxalq sertifikatdır. O da yaşlılara ingilis dili müəllimi öyrətmək üçündür. Misal üçün çox ingilis dili müəllimləri Celta, Delta alırlar. Dubay, Ərəb Əmirlikləri, Qatar kimi ölkələrə ingilis dili müəllimi kimi işləməyə gedirlər. Yəni ki, Celtası olan müəllim dünyanın istənilən yerində ingilis dili müəllimi olaraq işləyə bilir. TESOL yox, ancaq Celta bir tık elə bir ki TESOL-dan üstündür. Siz əgər almaq istəyirsinizsə, bəli, almaq istəyirsinizsə, əgər necə? Hansı kursda onu, yəni belə varalar bildiyiniz hansı kursda varmı? Yəni sırf belə yaxşı tədris olunar. Yaxşı Elnur Paşayevi bilirəm. Elnur Paşayevi bilirəm. Bəli. Elnur Paşayev var, sonra İTİ, sonra AMİM var. Onlar paylaşırlar. Ancaq da qiymətləri çox farklıdır bu arada. Hamısında bərabər qiymətlərdir. Belə 3-5 manat fərqi olur, eyni qiymətlərdir. Ancaq ki, bir söz deyim ki, sizə əgər siz əgər TESOL almaq istəyirsinizsə və yaxud o biri beynəlxalq sertifikatlar almaq istəyirsinizsə, siz birinci növbədə vaxt ayırmalısınız. Çünki inanılmaz dərəcədə ağır proqramlarla işləyirsən. Ancaq kəsilmək söhbəti yoxdur. Yəni müəllimlər onu demirlər. Nə çətindir məsələn? Nə çətindir orada məsələn? Celta haqqında danışa bilərəm. Müəllimlərə bir ay ərzində metodikanı verirlər, layihələri verirlər və pulsuz da sənə şagird. Bax, bir dənə söz deyim misal üçün. Mən bütün dünyadan pulsuz ingilis dili dərslərinə qoşula bilirəm. Çünki bunu ki, hər birinə paylaşa bilərəm. TP Students proqramı var. Facebookda səhifədir. Bu TP Students'a öz e-mailini göndərsən, orada həmişə paylaşırlar. B2-sinizsə, A1-sinizsə, A2-sinizsə e-mailinizi bizə göndərin. Və orada 1 ay, 2 ay ərzində sizə pulsuz dərslər keçirilir. O dərslər də dünyanın hər yerindən, İrlandiyadan, Hindistandan, Banqladeşdən, nə bilim, Perudan tutmuş, hər yerdən insanlar qoşulur. Çox maraqlı dərslər olur. Və səviyyənizə uyğun dərslər qoşula bilirsiniz. Dərslər nələr olur? Qramar olur, yoxsa nə olur? Necə? Nələr olur? Yəni o tədris hər şey olur. Tapşırıqlar verirlər, işləyirsən. Demək, bu nədir? Burada bu Celta-nı almaq üçün bütün dünyadan Celta-nı dünyanın harasında alırsan al, istəyirsən Yunanistanda al, Misirdə al, Rusiyada al, harda alırsan al, qəbul olunur. Yəni bütün dünyada hansı ölkədə almaqdan asılı olmayaraq Azərbaycanda qəbul olunur. Demək, Celta-nı almaq üçün sən dərs verməlisən. O dərsi də vermək üçün tələbələr lazımdır. Bu tələbəni də hardan alarsan? Ona görə bu tələbələri bütün dünyada pulsuz yığırlar. Yəni o dediyim kimi Facebookda TP Students yazın, kim istəyir qoşula bilər.
və orada elanları izləyin. Bir də paylaşırlar ki, IQ səviyyəli tələbələr lazımdır, B1 səviyyəli tələbələr lazımdır. Qoşulursunuz və sizə pulsuz ingilis dərsləri keçirirlər. 1 ay, 2 ay maraqlı olur. Bəzən çox uzun olur, 4 dərs bir dəfə keçirirlər. Mən misal üçün bir dəfə İndoneziyada qoşulmuşdum, İndoneziyanın dərslərinə. Orada çox məhəttəl qaldım ki, mənim anam yaşında qadınlar, 80 yaşında qadınlar, 70 yaşında qadınlar kompüteri necə sürətlə işləyirdilər. Həqiqətən çox maraqlı. İnsanın dünya görüşü dəyişir. İngilis dilində necə gözəl danışır. Bəli, çox maraqlı idi. Dildə. Benəmlər dildə. Aha, icazə danışım, biraz çox danışdım, müəllimə bağışlayın. Buyurun. Yəni deyirəm ki, istəyənlər də faydalansınlar. Mən özüm də ingilis dili müəllimiyəm. Təbii ki, çünki mənim bu sahədə təcrübəm yox idi. Celta, delta. Bəli. Yəni Dilimiz mən Elə müəllimlər var ki, deyirlər ki, çox asanlıqla bizə aldıq. Ailə var, hətta getdi, yəni bildiyimiz işdə işləyirik, bildiyimiz bir şeydir. Düzələ ki, belə içinə maraqlanmışam, içində qiymətlər dollarla təklif olundu. Aha. Müddətində idi, yayda olmalı idi. Qisməli yayda da, iyunda da elə işi olur, ona görə alınmırdı. Amma iyun, iyul, avqust təklif olunmuşdu. 3 ay, həftə günləri və həftə sonu. Orada getməlisə, mən onlayn fikirləşirdim. Bəlkə onlayn var ki, işdən sonra falan. Amma dedilər, yox, ora da gəlməlisən. Yəni, İTİ Bakuda mən baxmışam, ora Səbinə gəlməlisən. xanım, Dollarla, bunu məsləhət dollarla görürəm idi ki, qiymətlər. misal üçün çox adam bu Celta-nın imkanı varsa, gedir xarici ölkədə, hətta ona görə viza da verirlər. Gedir bir xarici ölkədə təcrübə ilə. Ona hardan baxmaq olar? Elanlarına hardan baxmaq olar Celta elanlarına? Celta-nı siz ChatGPT-yə yazın Celta kursları. O bütün dünyadan Celta kurslarının hamısının Londondan bəlkə sizə 40 dənə İngiltərədən 40 dənə Celta kursunun sizə ünvanını göndərəcək, yəni e-mail adresini göndərəcək. Sonra yazın Yunanistan, yazın Misir. Biraz Misirdə ucuzdur, ona görə. Yəni siz bunu gedib xarici ölkədə yerində də ala bilərsiniz. Azərbaycanda da qoşularsınız. Azərbaycanda aldığınızın da heç bir minusu yoxdur. Tamına qəbul olunur. Bir də bir söz demək istəyirəm, yeri gəlmişkən, by the way. TESOL-u Amazon, bir dənə sayt var, o yadımdan çıxdı adı. Coursera. Bəli, Coursera-dan kursuz qazanmaq mümkündür. Bəli, maraqlanmışam. Əslində mən oradan keçmişdim qeydiyyata. Plus ora çox qeydiyyatı çox uzundur. Yəni gedirsən, skip edirsən, gəlirsən axırda yəni çox çəkdi. Mən də baxdım nəsə getmədim. Çox gedir, skip çox edirsən. Yəni ona görə oradan elədir. Orada TESOL üçün 8 sertifikat verirlər. 6 yoxsa 8 sertifikat verirlər. Biraz uzun müddət götürür və yavaş istəyirsən pulu da çıxmır. Ancaq bəli, pulsuz. Ancaq Azərbaycan onu tanımır. O qəbul eləmir o. Bəli, onu tanımır. Mən maraqlandım. Heç bir yer onu tanımır, götürmür. Bəli. Ancaq bütün dünyada qəbul eləyirlər. Maraqlı bir şeydir. Bütün dünya qəbul eləyir. Mən baxmışdım onu. Mən Azərbaycan dil qəbul eləmir onu. Çox sağ olun. Yenə də məlumatım yox idi. Təşəkkür edirəm. Çox sağ olun. Səbinə xanım, mən nömrəmizi yazaram sizə. Sən də olmasa maraqlıdır. Bəli, danış olaraq. Çox sağ olun. Mən sual cavab istəyirəm. Bəli, bir sual verib ki, müəllimə sözü öyrənmək üçün əzbərləməyə məcburuq, ancaq əzbərləyə həvəsim düşür. Belə ki, öyrəndiyim sözləri də belə unuduram, həvəsdən düşməmək üçün nə edə bilərəm? Çünki sözləri əzbərləyirsən, sözləri kontekst daxilində öyrən. Nə bilim, sözlər heç olmasa bir 30 dənə söz öyrənmisənsə, mən bunu edirəm həqiqətən, yenə edəcəm. 30 dənə söz əzbərləyirsənsə, o 5 dənə sözü son vaxtlar edirəm buna. Heç olmasa 5-inə aid cümlə qur. Ya da ki, kontekstdə öyrən, kontekstdə. Əzbərləyirsən deyə, məcbur qalıb əzbərləyirsən deyə sənin həvəsin düşür. Kontekst daxilində öyrənsəz, Nuray, bəlkə də bu baş verməz. Bir də Fidan müəllimə, belə bir şey oxumuşam mən bu yaxınlarda, maraqlıdır ki, bir sözü yadda saxlamaq üçün onu 8 müxtəlif situasiyada görmək lazımdır. Yəni bir dəfə cümlə qurursan, bir dəfə eşidirsən, 2 dəfə hansısa bir mətndə görürsən, sonra 2 də üstə gələ 2 başqa situasiyalarda görəndə bir də söz, əlbəttə ki, söz öyrənmək lazım deyil. Söz birləşmələri şəklində öyrənmək lazımdır. Bəli, təbii ki. Bəli, yenə də baxın, Facebookda Cənubi Koreyanın, Vyetnamın, Çinin çox gözəl səhifələri var. Bizdəki kimi söz öyrətmirlər. Elə bil ki, hər hansı bir mövzu, tutaq ki, Veza olsun. Vezaya aid 40 dənə birləşmə verirlər.
və yaxud da ki, olsun relationship. 40 dənə birləşmə verirlər. Çox da maraqlıdır. Sonra başlayırsan özün cümlə qurmağa. Salam Musayeva oldu. Əslində çox sadə bir metod var. ChatGPT-yə yazdıqda ki, məsələn, hər hansı bir sözü götürüb yazırsan ki, bu sözü ən az 30 dəfə bir mətn daxilində işlət, ona daha yaxşı yadda qalır söz. Həm də əlavə daha başqa sözlər də öyrənmiş olursunuz. Çox yaxşı. Əslində mən yaxınlarda bir konfransda iştirak etdim. Orada ChatGPT-nin düzgün istifadəsi haqqında çox maraqlı idi. Yəni, özümün belə istifadə etsə belə maraqlı tərəfləri var idi. Orada prompt deyilən yeri var. Yəni sən orada in detail, yəni çox detallı yazmalısan. Tutaq ki, məsəl üçün hava haqqında istəyirsən də, hava haqqında məsələn hansı level üçün istəyirsən, onu yazmalısan. Yəni o prompt çox önəmlidir. Onu yəni düzgün yazmadınsan, orada məlumat düzgün formada almayacaqsan. Yəni o elə bir belə deyək ki, onun ChatGPT-nin beyni o konfransda belə bir məlumat. Yəni o qədər də insan ki, bəlkə düşünür, okey, amma sırf onu analiz edə bilmir axı. Sən gəl onu düzgün ver, elə bir ki, əmri, göstərişi, o sənə daha çox detallı. Hətta o məsəl üçün Waze-yə aiddirsə, ona aid hətta yazmalısan ki, ona aid digər birləşmələri və yaxud in detail, yəni nə istəyirsənsə onu detallı yazmalısan. O sənə daha çox informasiya verir. Nəinki qısa. Yəni yaşdır, məkan ola bilər, ölkəyə aid ola bilər. Məsəl üçün filan yer Türkiyəyə aiddir, məsəl üçün və yaxud Vyetnama aid olan bir şeydirsə. Yəni sırf sən özünə lazım olanı detail etməlisən. In detail olanı daha çox sənə belə verir, widely olur məlumat. Yoxsa deyir, onun əsas məqamı odur. Süni intellektin istifadənin. Bəli, başqa sualınız var? Sa yazın ya da ki səsi açıb danışın. PP Student kimi gedir Lalə xanım o Facebookda qrupuna da. Yox, TP Students. Bir dəqiqə yazıram. Böyük hərflərlə TP. TP Students. Okay. Bu cür bir səhifədir. Çox sağ Demək, olun. onlar elanı paylaşırlar, siz e-mailinizi onlara yazırsınız. Sonra onlar sizin e-maila dərs cədvəli göndərirlər və dərslərə qoşulursunuz. Fidan xanım, bəs sizin ərəb diliniz indi hansı səviyyədədir? Yəni çox maraqlıdır ərəb dilini öyrənməyiniz. Hazırda mən bir müəllimənin ərəb dil dərsinə qoşuldum. Dedi, sənə ehtiyac yoxdur, sən çox yaxşı bilirsən. Amma mən yenə də narahatam ki, mənim yetərə qədər özümü sərbəst ifadə edə bilmirəm. İngilis dili qədər deyil ərəb dili. Ona görə narahatam. Yəni, Bakı dövlətdə oxumusunuz? Universitet oxumuşam ərəb dilində. Başa düşdüm, Bakı dövlətdə. Bəli. Hansı müəllim? Çünki ixtisasımız yaxında, ona görə soruşuram. Bəlkə tanıdım. Bir çox müəllimlər Çimnaz müəllimə dərs deyib, Mais müəllim dərs deyib, Şəkər müəllimə dərs deyib, Çimnaz müəllimə, Şəkər müəllimə, Mais müəllim. Tanıdım. Bilməm, yaxşı müəllimlərdir. Uğurlar sizə də. Heç kimin sualı yoxsa izninizlə mən çıxım. Təşəkkür edirəm təlim üçün. Xoş oldu. Mən təşəkkür edirəm. Sağ olun müəllim. Sağ olun. Fidan xanım, çox sağ olun. Təliminiz çox maraqlı oldu. Həqiqətən çox maraqlı oldu. Mən də öz fikirlərimi paylaşdım. Sağ olun. Demək ki, yəni bir müəllim kimi yararlı olanda özüm də sevinirəm, xoşbəxt oluram. Təşəkkür edirəm, var olasınız. Siz də var olun. Bütün dünyada müəllimlərin işi ağırdır. Və həqiqətən müəllim bir-birini dəstəkləməlidir. Heç nəyə baxmadan müəllim bir-birini dəstəkləməlidir. Bəli. Faydalı oldusa nə xoş mənə Günay. Hamınıza. Bəli, Mən də çıxmalıyım. Çox sağ olun, çox faydalı oldu. Təşəkkür edirəm. Nuriyə, siz sağ olun. Mən təşəkkür edirəm. Yekunlaşdırırsınız Fidan xanım? Bəli, buradayım hal-hazırda. Bəli, yekunlaşdırıram. Təşəkkür edirəm təlimə görə. Bir də əlavə suallar olsa yaza bilərəm WhatsApp nömrəsinə. Təlimlərlə. Bəli, yaza bilərsiniz. Lütfən də yaza bilərsiniz. Oldu, çox sağ olun.
Siz sağ olun. Əziz Fidan xanım, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların pedaqoji, eyni zamanda dilin strategiyası barəsində müəyyən qədər fikir formalaşmasında müəyyən qədər rol oynadı. Eyni zamanda təlimimiz çox gözəl və interaktiv keçdi. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz, hətta həmkarlarınızı da dəvət edəsiniz. Sertifikat üçün ekrandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərdə görüşənədək. Sağ olun. Sağ olun. Xeyrə qarşısı. Sağ olun. Siz Çox sağ sağ olun. olun. Sizə uğurlar. Özünüzə yaxşı baxın. Sağ olun. Ramiyə siz sağ olun. Hilalə, Nuray sağ olun. Fatimə, Humay sağ olun. Siz sağ olun. Siz sağ olun Xalidə xanım. Sağ olun Nuray. Təşəkkür edirəm. Var olasın. Siz sağ olun Şəms. Bəli Zəhra.